İmam Hüseyin qayıdır xeymiyə, Həzrəti Zeynəbə deyir, südəmər uşağımı gətir, onunla vidalaşım. Uşağı alır qucağına, dayanır düşmən müqabilində. Deyir, bəs bu uşağın günahı nədir? Mənlə vuruşursa bunun günahı nədir? Deyirlər, uşağın boğazının ağlığı görsənir. Atasının qucağında. Ömər Səd baxır hərməliyə. Hərməliyə baxır, yəni nə dayanmısan, vur. Hərmələ soruşur, atasın vurum ya övladın uşağın? Deyir, boğazının ağlığını görmürsən? 3 dənə 3 şöbəli ox gətirmişdi, deyirlər Hərmələ Kərbəlaya. 3 dənə 3 şöbəli ox ağırdı, onun yarası çox ağırdı. Birini Əbəlfəz ağaya atdı, atdan yerə salan o ox oldu Əbəlfəz ağanın. Birini Aşuranın rozəsidir, İmam Hüseynin qəlbinə sancıldı, İmam Hüseyni yerə yıxdı. İndi siz təsəvvür eləyin, bir ox ki Əbəlfəzi atdan yerə sala, gör Əli Əsxərə neyniyər. Atdı, ox sancıldı uşağın boğazına, İmam Hüseyin ağa gördü ki uşağın başı düşdü qollarına. Elə bil az qalır boynundan üzülə, belə vəziyyətdə. İmam qanı götürdü, boğazdan axan qanı səpdi göyə. Dedi, ilahi bu qurbanı məndən qəbul elə. Seyyid İbn Tavus yazır ki, bir damcı o qandan yerə qayıtmadı. Yəni Hüseyin qurbanın qəbul oldu. Düşmənlərdən biri deyir ki, ürəyim yandı Hüseynə. Dayanıb meydanda, uşaq əlində. Nə